50, 50 üstədir, 55 tutardı. Biz hazırlayırıq. 20 qəpik, bir dənə 10 qəpik, bir dənə də 5 qəpik. 10, sonra 20, oldu neçə? 40. Yox, 10 ilə 10, 20, hə, 40, 40 ilə 10, 50, 50 ilə 5, 55. Yerimizdə durun. İndi mən müzakirəyə başlayacağım. Yaxında yaxından çalacaq eləmirəm ki, digər qrup bir-birindən nəticəni götürməsin. Gələk sizin komandaya. Yaxınlaşaq. İndi kim təqdim eləyəcək? Yaxşı, təqdim elə. Mən üstəgəl 10, üstəgəl 20, elədə 40, 40 ilə 10, 50, 50 ilə 55. Neçə qəpik yığmalıydın? Yox, 4 dənə qəpikdən neçə qəpik topladın? Yox. Neçə qəpik elədin? 55 qəpik. 55 ədədi necə ədəddir? Cüt ədəddir yoxsa tək ədəddir? Tək ədəddir. Mədinə 55 ədədi neçə rəqəmli ədəddir? 2. Ümid 55 ədədində neçə mərtəbə var? 2 mərtəbə. Hansı mərtəbədir? Təkliklər Olmuşlar. Afərin. Siz tapdınız, hesabladınız mı? Bəli. Kim təqdim eləyəcək? Xəzər, sən yaxşı. Təqdim edəcək. 20 qəpik, üstəcə 20 qəpik, üstəcə 10 qəpik, üstəcə 5 qəpik. Cəmi neçə qəpik elədik? 55 qəpik. Nəsin? 55 qəpik necə ədəddir? 55 qəpik. Tək ədəddir yoxsa cüt ədəddir? Diqqət dur. 55 tək yoxsa cüt? Qorxma, çətinlik çəkmə. 55 tək ədəddir. 55 neçə rəqəmli ədəddir? 2 rəqəmli ədəddir. Xəzər 2 rəqəmli ədədlər neçə mərtəbəli olur? Təşlik olunur. Təhlil və onluqdan ibarətdir. Afərin. Siz hazırlayıb bunu? Kim cavab verəcək? Mən baxam. Hamımız yaxşı. Birinci Ayxan sizə də suallar verir. 2 dənə 20, bir dənə 10 qəpik, bir dənə də 5. Bir dənə 5 qəpik. Ayşə neçə qəpik var? 55 qəpik. 55 qəpik. Dəniz 55 qəpik neçə rəqəmlərdə doğur? 55 qəpik. 2 rəqəm. Hansı rəqəmlərdən ibarətdir? 5-dən 5. Afərin. 5-dən 5-dən. 55-də hansı ədəd təhlildir, hansı ədəd onluqdur? Mən 5 o təklikdir, o 5-də 110. Onluqdur. Afərin. Gələklər toplaşaq. Yaxşı. İndi bu qruplarla işimiz alındı. Qruplarla işimiz alındı. İndi diqqətlə qulaq asaq. Mən digər məsələyə keçəcəm, amma bu cütlərlə iş olacaq. Oldu uşaqlar? Qulaq asaq diqqətlə. Diqqətlə qulaq. Lalənin atası 3 qutu peçenya aldı. O satıcıya 50 manat verdi. Satıcı nə qədər pul qaytardı? Bir qutuda 8 dənə peçenya var. İndi bir dənə qulaq asaq. Uşaqlar, qutuda neçə peçenya var? 8 peçenya. Neçə qutu aldı? 3 qutu. Satıcıya nə qədər pul verdi? 50 qəpik. 50 qəpik. İndi tələsməyək. Cütlərə ayrılaq. Ayrılın cütlərə. Tez tutulsunlar kənarda. Orada bir Xəzər. Nədir? Tutulsunla danışın. Heç kəs eşitməsin. Orada cüt var. Cütlər gəlin bura. Ayxan, Aysu. Siz orada durun. Ayxan, Aysu kesin bura. Hesablayın. 8 dənə qutada 3 qutuda. Bir də 54 qutada. O 8 vuruş 24 deyildi. Sonra əldən 24 çıxan 26. Ben size yaxınlaşacağım. Çünkü sizi yaxından desək, bir-birinizin deməli fikrini bilə bilərsiniz. Ona görə də mən cütlərə yaxınlaşım görə hansı cüt düzgün izahat verir mənə. Yaxın komandası arxamda görün, Ayşədir. İndi izahını yapacağıq. Lalənin atası 3 qutu peçenya aldı. Hərəsinin içində 3 dənə 8 dənə peçenya var idi. 3'ü vururuq 8'ə. Bərabərdir 24. 24'dən də 50'dən də çıxırıq 24'ü. 24'dən 50'dən də 20 çıxanda 30, 30'dan da 4 çıxanda 30'dan 4 çıxanda 20 neçə? 26. 26 necə ədəddir? 26 2 ədəddir. 2 rəqəmli ədəddir. Afərin. Sonra nə deyə bilərsiniz 26 haqqında? 26
Hə, neçə mərtəbədən ibarətdir? 2 mərtəbədən ibarətdir. Hə. 2, 6 rəqəm. 2 Təhlildir. 6 tək ədəddir. 6 tək ədəddir. 2 də Tək ədədir. Təhlildir. təhlildir, 2 də 10. Aferin. Nasıl yapalım? Bir kısmı. Bəli. Necə? İzah edin görün. Biraz ucuzdan danışaq. Orada deyir ki 3 qutu peçenya al. Hərəsinin içində 8 dənə. Satıcıya 50 manat verir. Bu üçün 2 vururuq 8'e. Aldığımız peçenya 50 24. Şimdi əldən sonra 24 çıxırıq bərabərdir 20. 26. 26 ədədi haqqında bizə nə deyə bilərsiniz? 26 ədədi 2 ədəddir. 2 rəqəmlərdir. Şimdi bax. Mərtəbələrini görür müsünüz? 6 təklikdir. Belə. 10. Aferin. Gedək digərin uşaqlar ki, biz digər yoldaşlarımıza dinləməyi bilək. Səs eləməyin. Hə. Səsə, təqdim edin görün. Orada bizə deyir ki, Lalənin atası 3 qutu piçenya aldı. İçində 8 dənə var. 8'i vururuq 3'ə 24 edirik. Əldən də indi çıxıb bərabər 26. 26 manat satıcı pul qazanır. Belə 26 manat haqqında bizə nə deyə bilərsiniz? 6 tək ədəddir. 2 cüt Yox, ədəddir. 6 tək ədədir. 6 təhlil var. 6 təklik var, 2 cütlük var. 2 rəqəmli ədədlərinə